Salam, hər vaxtınız xeyir olsun. Mən bu videoda sizə mətin texnikalarından bir dənə sual tipini öyrədəcəm. Yəni video diqqətlə qulaq asın. 9 illiklərə bu sual tipi düşmür adətən. Amma istəsələr baxa bilərlər. Daha çox 11 illik sınavlarda, kitablarda, daha sonra din imtahanlarında bu sual tipi mütləq düşür. Ona görə videonu izləməyiniz məsləhətlidir. Deməli, bizim mətin suallarımızdan bir çoxlar var ki, bu səbəb-nəticə əlaqəsidir, funksiyalar olsun, yəni üslubu cəhətdən, problem və problemin həll yolu olsun, mətnin səciyyəvi xüsusiyyətləri olsun, Venn diaqramı şəklində bizə verilən suallar olsun, fərq eləmir. Yəni bunların hər birini siz bilməlisiniz. 9-cu, 10-cu, 11-ci siniflər mütləq şəkildə bilməlidir ki, dövlət imtahanı verirlər və bunun üzərində də onlar qiymətləndirilirlər. Mətin suallarda biz bilirik ki, daha çox bal verir bizə, yəni qrammatikadan üstün olaraq. Ona görə hər biriniz mütləq şəkildə bunların hər birinin texnikasını öyrənməlisiniz. Mən keçirəm sizə bir dənə daha çox hamının çaşdığı üslubiyyat suallarından birinə. Baxın. Üslubiyyata dair suallarımız biz dedik ki, baxın bir neçə dənədir. Bu cümlənin üslub cəhətdən zənginləşdirmək olsun, poetik informativ funksiyanın tapılması olsun, Venn diaqramı şəkildə mətnin oxşar fərqli cəhətlərini tapmaq olsun. Bir də var ki, üslubiyyatın oxşar fərqli tərəfini tapmaq olsun. Yəni mətndə belə bir suallarla biz qarşılaşırıq. İndi bizim bir dənə mətin tipimiz var ki, sual tipimiz var daha doğrusu. Bu bizə Venn diaqramı şəklində verilir. Bax gördüyünüz kimi çərçivədə belə bir mətin verilir bizə. Daha sonra belə bir Venn diaqramı verilir. Bu Venn diaqramı belə göstərim sizə. Bu Venn diaqramının biri üstünə yazılır əsas mətin. Bir tərəfinə də yazılır çərçivədəki mətin. Düzdürmü? Bu hissəni də biz bilirik ki, oxşar yerdir. Yəni ortada olan yer oxşar yerdir. Yəni hər ikisinə aid iki dənə funksiya yazacaq biz ora. İndi baxın. Biz mətnimizi, yəni çərçivədə olan mətnimizi oxuyuruq. Bizə deyir ki, verilir Səfərov Orxan Ağşəloğluna. Ondan ötürü ki, o həqiqətən dərin özüllər zavodunda mexaniki vəzifəsində işləyir. Biz bunun üslubunu təyin edirik. Bu hansı üslubdadır? Rəsmi işgüzar üslubda. Çünki biz bunu hardan bilirik? Çünki bizə deyir ki, verilir Səfərov Orxan Bağşəloğluna. Bu hansı haldadır? Yəni ərzə olsun, akt olsun, vergi olsun və s. eləmir. Bunu ərzə kimi də yaza bilərik, arayış kimi də nəzərdə tuta bilərik. Bunların ümumiyyətlə sənədlər hansı üsluba aid olur? Rəsmi işgüzar üslubuna. Biz bunu tapdıq ki, bizim çərçivədəki mətnimiz rəsmi işgüzar üslubdur. İndi belə bir sual yarana bilər ki, sizdən. Müəllim, çərçivə daxilində verilmiş sual həmişə rəsmi işgüzar üslubda olur. Xeyr, həmişə rəsmi işgüzar üslubda olmur. Həmin o çərçivədə olan mətin elmi üslubda da ola bilər, publistik üslubda da ola bilər. Siz bunu özünüz aid edəcəksiniz. Bax dediyim kimi belə bir hal olsa, yəni yazılsa ki, verilir filankəsə filankəsə. Deməli bu ya arayışdır, ya ərzədir. Və ya yaza bilər ki, xahiş olunur mənə filan günə qədər icazə verin. Bu nədir? Ərzə formasıdır. Yəni biz bunu konkret olaraq deyə bilmərik ki, çərçivə daxilində filan üsluba aid bir mətn verilir. Yəni bunu özümüz təyin etməliyik. İndi gəlin biz bunun sual tipini araşdıraq. Yəni yazaq. Əsas mətnimiz bizim bədii mətndir. Bu daha çox bədii mətnin suallarına düşür. Yəni birinci mətnimizin. Birinci mətnimizin baxın yazırıq əsas mətn olan hissəyə buram. Bu rəngini dəyişək. Bir yazılan yerə indi nə edirik biz? Əsas mətnimiz bədii üslubdadır. Yazırıq ki, bədii üslubdadır. Bunu özünüz yazırsınız. Daha sonra yəni sizə açıq sual tipində veriləcək. Siz variantlarla utanmırsınız, özünüz yazacaqsınız. Çalışın. Çox uzun cümlələr yazmayın ki, bədii üsluba daxildir. Yəni qısaca yazırsınız ki, bədii üslubdur. 2 qoyursunuz. Əgər sizin bədii üslubunuzda dialoqdan istifadə olunubsa, fikir verərsiniz. Əgər iki şəxsin arasında danışıq varsa, dialoq varsa, siz onun xüsusiyyətlərini olaraq yaza bilərsiniz ki, dialoqlardan istifadə olunub. Yox, mətndə ümumiyyətlə dialoq yoxdursa, siz onu yaza bilməzsiniz. Yazarsınız ki, xalq danışıq dilinə aiddir. Baxın, buraya yazırsınız, xalq danışıq dilinə aiddir. 3 də qoyub yazırsınız ki, məcazlardan burada yazır ki, məcazlardan istifadə olunub. Biz bunu həll elədik. İndi çərçivədəki mətni, yəni bu hissəsinə baxırıq. Bir qoyuruq. Yazırıq ki, rəsmi işgüzar üsluba aiddir. 2 qoyub yazırıq ki, hansı sənədin cümlədə onu yaza bilərik. Sonra rəsmi işgüzar üslubun xüsusiyyətlərində nələr var idi? Var idi ki, standartlıq yaza bilərik ki, standartlıq var. İkinci xüsusiyyətində də yaza bilərik ki, məcazlardan istifadə olunmuyor. Ya da obrazlılıq yoxdur və s. Əlavə olaraq da bunu deyim ki, bədii üslubun xüsusiyyətlərini yazarkən obrazlılıq varsa mətndə, onu da yaza bilərsiniz. Elə mətn var ki, obrazlılıq yoxdur, dialoq yoxdur. Nə olsun ki, bədii üslubun xüsusiyyətləridir. Siz onu avtomatik olaraq yaza bilməzsiniz. Mətndə diqqətlə fikir verməlisiniz ki, burada obrazlılıq olsun, dialoq olsun ki, mən onu yazım. Yəni normada bu üçü yazılır. Belə ki, biz tam olaraq. Üçə də dedim ki, yaza bilərsiniz ki, məcazlardan istifadə olunmuyor və ya yaza bilərsiniz ki, obrazlılıq yoxdur. İndi deyəcəksiniz ki, mən bunları yazdım. Oxşar hissəyə nə yazaq? Yəni bunun hər iki üslubun oxşar funksiyası, oxşar cəhəti nədir? Baxın, biz bilirik ki, dilimizdə 5 dənə funksional üslub var. Bədii üslubdur, məişət üslubudur. Bunları indi saymayacağam. 5 dənə üslubumuz var. Bunların 2 dənə ortaq funksiyası var. Bunlar hansılar idi? Ədəbi dilin normasına aid olmaq. Baxın, yazacaqsınız ki, oxşar hissəyə 1 qoyub yazırsınız ki, ədəbi dilin normasına aiddir. 2 qoyub yazırsınız ki, funksional üslubdadır. Funksional üslubda. Bu qədər sadə.
Yenə deyirəm, əsas mətnimiz bizim bədii mətn olur. Bu sual tipi daha çox bədii üslublarda düşür. Yəni bədii üslubun mətnlərini təşkil edir. Ona görə mən belə izah elədim. Buna xüsusilə diqqət yetirin. Yenə deyirəm, bizim bu çərçivə daxilində verilən mətnimiz təkcə rəsmi şüur üslubda deyil, digər üslubda da, elmi və publisistik üslubda da bizə verilə bilər. Elmi seçmədim, elmi üslubda verilsə, biz bunu necə yazaq? Elmi üslubda verilsə, çərçivə daxilindəki olan sözü fərqləndirəndə belə yazırsınız. Bir qoyub yazacaqsınız ki, terminoloji funksiya ilə termin sıxlığı eyni şeydir. Yəni eyni funksiya daşıyır. Yazırsınız ki, terminoloji funksiyadır. İki qoyub yazacaqsınız ki, informativ funksiyadır. Yəni nədir? Həqiqi mənalı sözdür. İnformativ funksiyadır. Daha sonra yazacaqsınız ki, məcazlardan istifadə olunmayıb. Aydındırmı? Yəni bu qədər sadədir.